Qiyamətdə Quran buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün mal da fayda verməz. Pulun, varın, dövlətin, sərvətin qiyamətdə dadığa çatmaz. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. Oğul, uşaq qiyamətdə adama kömək eləməz. Oğul atadan qaçar, ata oğlundan qaçar, ana balasından qaçar. Heç nəyin o gün faydası yoxdur. İlla mən ətəllah bi qəlbin səlim. O gün ancaq təmiz ruh əlindən tutacaq. Saf ruh, sağlam ruh, təmiz ruh insana nicat verəcək. Bütün dəyərləndirmələr ilahi dərgahda ruh əsasındadır. Ruhun vəziyyətinə baxıb insana qiymət verirlər. İnsanın nə geyimi, nə sərvəti, nə dərisinin rəngi, nə mənsub olduğu millət, heç bir şey insanın dəyərləndirmə vasitəsi deyil. Allah dərgahında ruhun vəziyyəti insanı üstün ya aşağı edə bilər.